Yadınızdadırsa, mən Bakı bulvarına gedəcəyimi demişdim. Gedəcəm, amma birazdan. İndi isə sosial şəbəkədə əl işlərini sevərək izlədiyim bir rəssamın emalatxanasına yollanıram. Salam aleyküm. Mənim adım Turaldır. Xoş gördük. Çox sağ olun. Adı necə gedir bu janrın? Pop art üslubuna yaxın bir üslubdur. Yəni remixdir bunlar. Bizim mədəniyyətlə digər mədəniyyətlərin, digər personajların remixidir. Better Call Saul. Mövzunu hardan götürürsünüz? Yəni başa düşdüm bu kompüter oyunudur, video oyunudur, amma hamısı belə deyil. Birdən gəlir o ideya. Birinci eskiz eləyirəm, beyinə gələn o ideyanı kağız üzərində eskiz eləyirəm, cızma qara. Cüvəllağın sözünü hardan eşitmişsiniz? Cüvəllağın Bakılıların ən çox köhnə sözdür. Çox köhnə sözlərdən biridir. Mən xoşbəxtəm. O temalar olub da, yəni bunlar olmuş şeylərdir. Qərbə də daha çox üstünlük verirsiniz. Qərb də var. Yəni Simpsons. Var, bəli, onların remixidir, yəni onlar o mədəniyyətlə bizim mədəniyyəti remix eləmişəm. Burada məsəl üçün göy Yamayka toyudur, Bob Marley. Göçəyər axşamı da yapışdırılma var. Avtoportret hesab oluna bilər. Müasir avtoportretə promotor eləyib vurmuşam. Məndə ümumiyyətlə bir dənə iş var idi, ancaq ayaqlar idi. Onu ayaqlardı, ortada televizordu, televizorun üstünə yazıb Direct by Tarantino. Tarantino'ya da aiddir bir. Və bütün bu rənglərin içində Tupac. Bakıya... Tupac'ın heykəli var idi əslində məndə, real ölçüdə. Öz ölçüsündə 1.75 olub onun boyu. Yəni old school rap daha yaxındır. Old school, bəli. Tupac, əksər işlərdə Tupac var. Yəni, hətta heykəli də var orada, balaca formada. Tupac'la eyni yerdə Biggie'ni qoymaq nə qədər düzgündür? Yox, ikisi də mənim üçün əfsanədir əslində. Çox adam onu deyir, amma mənim üçün ikisi də əfsanədir. Yəni, old schooldur da, yəni köhnə məktəb. İndi Biggie üstündə işləyirəm, Biggie'nin heykəli olsun inşallah. Orijinal ölçüdə. Onun boyu biraz 1.90. Müştəriniz kimdir? Müştərilər, belə deyim də, kolleksionerlər var. Yəni, daimi işlədiyim müştərilər var. Qiymətini soruşa bilərəm. Qiymətlər, belə deyim, 3000-dən başlayır. Yəni, ölçüyə uyğun, kompozisiyaya uyğun qiymətlər. Ondan aşağı da var, illüstrasiyalar, məsəl üçün, kağız üzərində illüstrasiyalar. Bunlar, məsəl üçün, mən ən birinci bunlarla başlamışam. Əslində, düzdür, qiymətə görə, yəni bunlar aşağı, amma ən sevdiyim işlər elə bunlardır. Çünki ilk işlərim bunları idi. Kağız üzərində illüstrasiyalar, burada var, məsəl üçün, bu iş. Bunları asla başlayıram kətana köçürməyə. Hansısa ustad siniflərmi deyim, tələbələrmi deyim var, keçirdirsiniz? Yox, əslində. Niyə? Çünki mən belə fikirləşirəm ki, tələbəyə vaxt ayırsam, yaradıcılığım bir kənarda qalacaq, mənim düşüncəmə görə. Çünki mənim ümumiyyətlə xarakterim belədir, yəni mən bilirəm ki, həmin gün hər hansısa başqa bir işim var, o günü mən işləyə bilmirəm. Saç kəsimi, üz, saç, boyun ardı, nisiyə saç kəsimi. Tom Ford. Yəni bu səhnələr Hadi qalan əl vurma. Qabağına çıxıb da, yəni belə şeylər var. Bütün məhəllələrdə var belə bərbərlər. 32 seriya var sonra Bakı kəndlərinin. Hanı baxa bilərik? Orada var idi Mərdəkan, burada Maşdağa var. Maşdağa çox məşhur oldu. TikToka qoydum videonu. Yox, o tərəfdədir, bu işin arxasındadır. Prosta biraz tərsinə qoymuşam, orada yapışdırılma şeylər var, mən onları tam belə çevirə bilmirəm. Qoya bilirsiniz. Bakı bağlarının elə bir ki təsviridir.